Ermənistan parlamentinin ilk iclası gərgin atmosferdə keçdi. Müxalifətlə rəhbərlik arasında qarşıdurma yaşandı. Yekun TV xəbər verir ki, Ermənistanın 9-cu çağırış parlamentinin ilk iclası gözlənilmədən gərgin müzakirələr və qarşıdurma ilə yadda qalıb. Müzakirələrin əsas səbəbi ölkənin dini lideri, bütün ermənilərin Katolikosunun iclasa dəvət edilməməsi olub. Bu qərar müxalifət deputatlarının ciddi etirazına səbəb verib. İclas başlayan kimi müxalifət təmsilçiləri ayağa qalxaraq etiraz səsləndirib və Katolikos hardadır şüarları ilə narazılıqlarını ifadə ediblər. Bir neçə dəqiqə davam edən səs-küy parlament zalında gərgin atmosfer yaradıb və iclasın gedişini çətinləşdirib. Parlamentin ən yaşlı üzvü kimi iclasa sədrlik edən Knyaz Həsənov isə deputatları sakitliyə çağıraraq parlament qaydalarına riayət etməyin vacibliyini vurğulayıb. O bildirib ki, iclasın işinə mane olan deputatlar əvvəlcə rəsmi xəbərdarlıq alacaq. Qayda pozuntusu təkrarlanarsa isə parlament nizamnaməsinə uyğun daha ciddi tədbirlər görüləcək. Bu xəbərdarlıqdan sonra etiraz edən deputatlar yerlərinə qayıdaraq iclasın davam etməsinə şərait yaradıblar. Siyasi müşahidəçilərin fikrincə, parlamentin fəaliyyətə başladığı ilk gündən yaşanan bu gərginlik ölkədə hakimiyyətlə müxalifət arasında fikir ayrılıqlarının hələ də davam etdiyini göstərir. Ekspertlər hesab edirlər ki, qarşıdakı dövrdə parlamentdə mühüm siyasi məsələlərin müzakirəsi zamanı oxşar mübahisələrin yenidən baş verməsi istisna edilmir.